Ben şair değilim ki şiir ile sizi sevindireyim. Burada bizim şairler bu arada çok değerli sözler dediler. Ancak bilin, benim kalbim de şair kalbidir. Şair kalbidir, ona göre ki ben kadınları sevirəm. Kadınları sevmeyen hiç vaxt şair olabilmez. Ancak her kadınları seven de şair değil. Ama onun kalbi o birisi şairlerden de belki kadınlara yakındır. Her yere gittik, bütün ülkeleri gördük. Dünyanın her yerini hamımız görmüşük. İndi kim az, kim çok. Ben özüm deyə bilərəm. İndi başqalarının fikrini bilmirəm, amma mənim fikrim belədir ki, mən dünyanın çox yerini gəzmişəm. Kadınları da görmüşəm. Və mənim fikrim belədir ki, Azərbaycan kadını bütün dünyadakı kadınlardan gözəldir. Bunu sizə xoş gəlməsi üçün demirəm. Bu mənim həqiqi fikrimdir və bu fikirdə benim dünya kadınlarını görəndən sonra gəlibdir. Ona görə mən Azərbaycan kişilərinə məsləhət verirəm. Kadınları qiymətləndirin, kadınları sevin. Heç yerdə, heç bir ölkədə, heç bir millətdə Azərbaycan kadını kimi gözəl kadın tapa bilməyəcəksiniz.